Abituriyentlərin ən sevdiyi heykəl. İndi başlayaq qatməlatı işləməyə. Uşaqlar, qatməlatının ən enli hissə nədir? Qulağının o qıraq hissəsi. Baxın, yaxınlaşdıram kameranı. Ən enli hissəsi, baxın, bu hissədir və bu qulaq ardıdır. Ən enli hissəni oradan götürürük. Və ölçüdən bu alt hissəsi ki var, fasadın altından ən təpə nöqtəsini götürürük. Yəni işimizdə burada o en hündürlük söhbəti yerləşdirir. Məsələn, enə qədər bu qədərdirsə, baxın. Bunu fırladıram, qoyuram 1,5. Yəni mən elə bir ölçü götürməliyəm ki, vərəqim baxın A2 formatdır. Düzgün yerləşdirə biləm. Yəni 1,5 idi, elədir. Əgər mənim birim buradan buraya kimi olsa, qıraq məsafələrə fikir verin uşaqlar. Baxın, bilmirəm telefonda görürsən, baxın. Tam mərkəzdə olmalıdır işiniz. Mərkəz xətti çəkməyi unutmayın. Əgər ön fasaddan işləyirsinizsə, mərkəz xətti qətiyyən unutmayın. Və heykəl, məsələn, buradan buraya kimi götürsəm, bu nə qədər eləyir? 1,5 dedim de, deyilmi? Mənim ölçüm 1'dir. Bu 1'i buradan buraya kimidir. Karandaşımı da qoyanda bu 1 nisbətini görürəm ki, 2 dənə karandaş qədərdir. Fasadı baxın, alt hissəni buradan götürürəm. Bəzi uşaqlar baxın, alt hissəni buradan götürdüm. Nisbətdə burada alt hissə az olmalıdır, yuxarısı çox olmalıdır. Buradan götürsəm, heykəl başlasa 1, 2, bir də yarımı. Bu kadar bir şey olmalıdır. Heykəlimiz bu boyda olacaq uşaqlar. Daha da biraz çərçivə alıb sizin gözünüzdə görsənməsi üçün. Baxın, burada bu formada. Ölçü bu boyda olmalıdır. Və 3 nisbət məsələsi. Baxın, bu fasadı bu qədərdirsə, bu fasadın boynunun hissəsinə, buxaq hissəsinə qədər məsafəsi eynidir. Əgər buradakı məsafə mən bu qədər götürsəm, buxaqı da başlayan hissəni də tapmış oluram. Çünki bu nisbətdə bir-birinə bərabərdir. Buxaqdan da, məsələn, buxaq dediyim isə bu hissədən buxaqa çatdır. Buxaqdan da çənənin üst hissəsi, burada qara xət atılıb və çənənin üzərində. O məsafə də bir-birinə bərabərdir. Baxın, çənənin üst hissəsini tapdıq. Bundan bir hissəsində dodağı, ağzı tapırıq. Yəni biz çənənin alt hissəsini, yəni buxaqın başlanğıcını buradan çənə artıq buradan başlayır uşaqlar. Baxın, qapqara elədim ki, kamerada görə bilərsiniz. Yəni bu qədər qaraltmaya ehtiyac yoxdur. Sadəcə sizin rahat formada görməniz üçün. Saç hissəsi baxın, bu qədərdir. Həmin bu yenə fasaddan ölçünü götürürəm, qoyuram saçına qədər. O qədərdir. Baxın, fasad nə qədərdir? Gördünüz yenə eyni tutuzdurmuşam. Buradan da alın hissəsi başlayır. Alın hissəsindən, baxın, qaşı görürsünüz buradan. Qaşdan, baxın, qaş buradan başlayır. Burun arasındakı məsafəyə baxın. Əgər buradakı məsafəni bu qədər götürsəm, buradakı məsafəni aşağıya doğru aparsam, bu qaşdır ya. Bu qaşdan da biraz bunu aşağı salıram. Buradan başlayır. Baxın. Burnun biten hissəsini buradan tapdım. Gördünüz? Burada da ağız yaşı, ağızdan sonra isə çənə hissəsi yerləşir. Və artıq mən işimi nəyə salıram? Çərçivəyə salıram. Əgər alın buradan başlayırsa, baxın. Buradakı xət necədir uşaqlar? Baxın, belə gedir. Belə aparıram. Saç qalınlığını qoyuram. Buradakı məsafələr artıq gözə yarıdır. Bu içərisində. Uşaqlar, qatməlatın nə edirlər? Keçəl verdi zaten, ona saç qoyurlar. Əməli başda iri eləyirlər. İridir zaten. Sözüm onda deyil. Sadəcə mənasız iriliyi var. Məsələn, burada bir daralma var. Buradakı məsafə çoxdur, baxın. Heykəlin özünə baxın, burası çoxdur. Buradakı qulağın yerləşdiyi yer. Bax, məsələn, buradan. Qulağın yerləşdiyi hissəyə baxın, qaşın bax, bu formada apardıqda belədir də o başlanğıc təpəsindən. Bax, bu da ağzının başlanğıcına üst-üstə düşür. Yəni ağzımız əgər heykəlin ağzı buralarda olsa, qulaq buradan başlayır. Baxın, bu formada qulaq təqribi buralardadır. Aydındır. Bu hissəni burada təkrarlayırıq. Buralarda yerləşir.
Və bunu içəriyə daha salmaq lazımdır. Baxın, gördünüz, mən çox eləmişəm. Bunu salıram içəriyə. Buradakı məsafə də azalır. Və ümumi obyumu yerləşdirirəm. Məsələn, boyun hissəsi buradan başlayırsa, nə dedik? Bu fasad hissəsi. Fasadı ümumiyyətlə necə işləyirdik öndən uşaqlar? Burada qısaca göstərim. Əgər fasadınız yandan qalıbsınızsa, kubun qaydası necədir? Baxın, 3 əsas xətti qoyursunuz. Bu formada aparırsınız. Bunun üst hissəsini də düzgün formada aparmaq üçün bunun kubun bu hissəsini çəkirsiniz. Bu hissə buna paraleldir. Bu xətt də bura paraleldir. Bunun kəsişdiyi, qalxdığı hissədən də baxın bu formada. Yəni heykəl artıq bunun üstündə qurulmaya başlayır. Burada da öndən olduğuna görə baxın, bunun kəsişdiyi bu hissə baxın, tak qulağına, baxın buradan. O bir hissədə baxın, təzədən qulağın dibindən başlayır. Bu formada. Şöyle çalışın, müstəvini eləyin. Müstəvisiz yarımçıq iş qoymayın. Yəni işiniz yarımçıq olmamalıdır. Bu formada indi yavaş-yavaş işimizə forma veririk. Başlayacaq burundan başlamaya. Bu hissələr sizə tam formada bitirdikdən sonra göstərəcəm. Artıq qaydasını bildiniz. Uşaqlar, demək istədim bu formada. Bu çərçivəni verdikdən sonra digər hissələri eləmək asandır. Və bunları necə elədim? Sınıq xəttlər elədim, formaya diqqətlə baxdım. Hər dəfə gözüm bu formada oldu. Ölçü nisbətlərinə fikir verdim. Az olan hissələrin nisbətlərini müqayisə elədim. Qaşın başlanğıcından qulağın harda başladığını tapdım. Elə də baxın, ağzın başlanğıcı ilə də qulaq üst-üstə bu hissə var ya. Bax, ağız da burada başlayacaq, onun yerini qoydum. Bax, bu yerləri qoyduqdan sonra işləmək daha asan olacaq. Bax, bu çənə hissəsinin ümumiyyətlə yerini otuzdurdum. Baxın, halqa var orada, baxın. Onun yerini qoydum. Şu. Yəni, bunu elədikdən sonra burundan başlayıram. Burunun qurma qaydası. Uşaqlar, burun ümumiyyətlə qatmelot olsun, digər heykəllər olsun. Burunlar bir-birindən tamamilə fərqlənir də. Yəni, formalarına görə biri uzundur, biri iridir. Amma bunu deyim ki, qatmelotun burnu iridir. Yəni, ağızla burun arasındakı məsafəyə fikir verin. Daha da çox yaxınlaşsam, sizə göstərsəm. Əgər burnu burada başlayırsa uşaqlar, burnun başlanğıcı ilə, baxın, dodaq arasındakı məsafəyə baxın. Dodağın orta xətti buradadır. Dodağın üst hissəsi çox az olur qatmelotda. Baxın, bu qədər. Alt hissəsi biraz çox olur. Həmin bu alt çənənin üstünü, çənə hissəsini bax, ovallığı ilə də bu qədər, maksimum bu qədər olacaq. Baxın. Gördünüz. İndi bizim əsas məsələmiz burundur. Burnu necədir qatmelotun? İridir də, enli bir burunludur. Ona görə enli eləyirik. Bax, qanad hissələr balacadır. Ön hissəsi iridir. Elədir uşaqlar. Bax, bu qanad hissəsinə aiddir. Baxın, aparıram belə. Xəttləri ümid edirəm, görürsünüz. Bu orta hissədir, halqasını eləyirəm. Xəttləri tünd eləyirəm ki, buranın işığı düz kameranın üstünə düşür. Tünd eləyəndə xəttləri görsən. Baxın, belə, belə. İçəri saldım. Bax, qanad hissəsini götürüb çıxartdım qabağa. Üstü bu qədər bəsit. Görürsünüz, forma necə verirəm. Biraz enli olmalıdır. Bu hissə qabarıq olmalıdır. Burada sınan hissə var. Gözün başlandığı yer. Və göz planı buradan başlayır. Gözün enliyini hardan taparam? Burnun enliyindən. Baxın, buradan buraya kimi. Tekrar ölçürəm. Bir göz arasında da bir göz qədər məsafə. Gördünüz necə üst-üstə düşür nisbətlər. Şu. Bunu da biraz dəqiqləşdirib sonra o halını sizə göstərirəm.
Bunu biraz üçün dəqiqləşdirdim. 2B-dən istifadə edirəm videoya görə. Qətiyyən isə 2B-dən istifadə etməyin. H və HB nömrəli karandaşlardan istifadə edin. Yəni daha çox faydalı olar sizə. Baxın. İndi nə dedik? Biz bu qanad hissədən gözü başlatmadıq. İndi göz məsələsinə. Uşaqların əksəriyyəti gözdə problem yaşayır. Heykəli yaxınlaşdırın. Ümumiyyətlə heykələ baxanda diqqətlə baxın. Badamlı formada da iridir. Fikir versəniz, bir göz digər gözə oxşamır. Asimetrik bir üz quruluşu var. Elədirmi? İndi biz gözə diqqətlə baxdıqda, biraz kameranı uzaqlaşdırıram. Gözün ümumi enini, hündürlüyünü tapanda diqqətlə baxmalıyıq ki, burnun tam bu hissəsi ilə eyni ölçüdədir. Baxın. Buradan buraya kimi bir enli olmalıdır. Və bu eyni tapdıqdan sonra bunu ümumi gözə formasına verirəm. Baxın. Bu formada. Gördünüz necə? İndi başlanğıc hissəni bildiyimə görə və başlanğıcla bitiş hissəsini gördükdən sonra ondan sonrası asan. Baxın. Ümumi gözün formasını sınıq xəttlərdən göstərirəm. Ən gözün hündür olan hissələri buradır. Yəni ümumi gözü bu boyda eləmirsiniz. Bu enlənilən hissəni ona aid eləyirsiniz. Yəni belə. Aydındır. Zaten bu gözün alt hissəsi də var axı. Bütün aydındır demək istədim. Baxın, bir dəqiqəlik o formanı biz verdik. Baxın, şu. Və bunun üstü də var. Bizə əsas bunlardır. Bu az ince olmalı biraz. Şu. İndi buna oxşatmaq üçün baxın. Burada necədir? Burada belədir. Orada isə öndən baxın. Bu hündür olan hissə burada öndə başlayır. Fikir verin. Bir kameranı uzaqlaşdıraq. Belə apardım, belə apardım. Sonra saldım aşağı. Göz karandaş ne deyirlər? Yəni bir dəfə konturlamaya başlamırsınız. Hələ xat o formanı tutuzdurmaya başlayırsınız. Hələ heç nə bir şey dəqiq deyil. Hər şey təqribi ölçülər, xəttlər, əlivez sərbəst olmalıdır. Bu formada. Göz torbasının yeri, hər şeyin yerini qoyursunuz. Elə bir burun biraz aşağı düşmək istəyir. Mən biraz üstdən baxıram deyə kamerada biraz nəsə burun aşağıya düşmək istəyir. Baxacağım, onu da sizə deyəcəm. Uşaqlar, indi ağzın yerini təyin etmək üçün nə demişdik? Qulağın dibinin alt hissəsindən bir dənə xət aparırdıq. Bax, bunu buradan götürsək əgər. Buradan başlayacaq, eləmi? İndi ağzın başlanğıc hissəsi ilə bitiş hissəsini bilməliyik. Baxın, yaxından götürsək, baxın, bunu gözün bu hissəsini böldü. Baxın, aşağıya doğru. Biraz göstərmək istədim. Buradan da buradan bölür. Onun hamısını, baxın, yenə təsdiq ilə göstərsəm. Baxın, tən ortadan bölünür. Hayır, bir tən ortaya çatmamış. Tən orta burada, buraya yaxınlaşır. Bunu da elədiyimizə görə biraz kameranı uzaqlaşdırırıq. Və formanı tapmaq üçün baxın, necədir o? Biraz ümumiyyətlə mən abituriyent vaxtıda bu qat əməliyyatı sevməzdim. Çünki üz ifadəsi falan bütün motivasiyanı salardı aşağı. Amma belə maraqlıdır üz bizgisi, yəni çətin sevmək yaxşıdır. Sizə çətin deyil, sadəcə tələbələr onun xarakterini tuta bilmirlər. Baxın, üst dodağı ümumiyyətlə yox kimi bir şeydir. Mən sadəcə belə elədim. Və alt hissəsini fikir versəniz. Bax, bu şiş hissələr var. Bunu bütöv yer almalısınız. Böyle burada elib birləşirmiş kimi. Amma birləşmir. Tonlamada görsəmir o birləşmə. Bu altda da biraz məsafə saxlamaq lazım. Uşaqlar düz dibindən götürür. Baxın, biraz məsafə saxlamaq lazım.
Şu. Burun arasındaki mesafeye fikir verdiniz. Bu formada. Aha. Diqqətlə baxın. Və uşaqlar, indi qaş hissəsinə baxanda burada 2 dənə dairə görəcəksiniz. Baxın, yaxından göstərsin. Qaşının başlanğıcı biraz hiddətli baxır. Baxın, sizə yaxından göstərsəm. Baxın, bu hissəni oval dənə aparırsınız. Qaşların başlanğıc hissəsi. Və sizə burada yenə burun kömək eləyəcək. Baxın, burundan yuxarı qalxır. Baxın, qalxdı, bu formada belə meyl elədi. Buradan halqalardan birinə getdi. Təni ortadan böldü. Sonra qaşın formasını tutmaq üçün, baxın, buradakı məsafələr çox önəmlidir. Və düşür aşağıya doğru. Gördünüz, düşdü. Buradan isə almacıq sümüyü ilə birləşdi. Və qaşın formasına da baxın, belə qalxır yuxarıya. Şu. Yenə eyni şey. Burun bizə kömək edir yenə. Sağa meyl edir. Sol istiqamətə. Və düşür aşağı. Baxın, burada düşür aşağı. Almacıq sümüyü ilə birləşir. Gördünüz. İşi nə qədər bəsitləşdirsəniz, buradan da 2 dənə ayrım var. Əslində burada birləşmir. Buradan buraya kimi başlayır. Şu. İndi bu işləri biraz səliqəyə salaq. Qulaq da yerindədir. Bunları da sadələşdirib əlavə xəttləri silirəm və qışlaqlama mərhələsinə keçirik. Birinci bunlar hamısını silib dəqiqləşdirib, sonra sizə son nəticəni göstərirəm uşaqlar. Bəli uşaqlar, deyəcəksiniz ki, müəllimə indi şıxlayırsınız. Yox, mən şıxlamıram. Şıxlamaq əvvəl mən tünd gördüm bəzi hissələri. Baxın, bu formada formasına əsasən hansı istiqamətə gedirsə, məsələn bu belədirsə, buradan gətirdim, belə gətirdim. Belə gedir axı bu. Çənə alt hissəsi də. Məsələn, kəllənin məsələn bu hissəsini belə neytral vari apardım, sonra biraz belə apardım. Gözün məsələn iç çuxur hissəsini bu formada apardım, biraz itirdim. Buradan da belə apardım, biraz çarpaz xətt tapdım. Baxın, belə aparıram, sonra çarpaz. Və burun uc hissəsini biraz belə tona salıram. Dodağı hələ ki sadəcə üstünü. Baxın, bu formada eləyəndə siz qurmada nə qədər qabağa gedirsiniz. Bu qulaq hələ ki qalıb. Qulağı da baxın bu formada. Burada məsələn çox qabaqdadır. Tona salıram. Və bu mərhələ ilə siz qurmanı tam bitirmiş olursunuz. Qulağını da baxın bir yerdə eləsək, qulaqla qatman altı çox iridir, həddindən artıq. Dediyim kimi ağızdan buradan başlayırsa, baxın bu formanı verirəm belə, içəriyə doğru qatlanılır. Buradan zaten belə gəldiyini bildiyimə görə belə gedir. Baxın sınıq xəttlərlə sadələşdirin gözünüzdə, çox da böyütməyin. İşi nə qədər sadələşdirsəniz, o qədər də tez uğurla başa vurarsınız. Baxın saçın bu alt hissəsi də burada biraz görsənir. Və bunu da biz tona salırım. Bu məsələn arxadadır da bu hissə tona saldım. Baxın nə qədər işin oldu. Belə. Saçının da bəzi yerlərini məsələn konturlayın. Sonra zaten belə tona salın. Konturlayın, tona salın. Qulağa qədər gəlir, konturlayın, tona salın. Konturlayın, tona salın. Zaten burada ümumi işdir vurarıq. Məsələn qulağın içi daim tünd olur. Belə aparın, çarpazlıqlar aparın. Bunu biraz dəqiqləşdirin. Burada bir də kölgəliklər var. Saç burada var. Baxın. Belə gedir. Şu. Uşaqlar bu formada ön saç hissəsinə baxın. Məsələn belə. Ümumi işıqlar atın. Fikir versəniz özümdən eləmirəm. Bir gözüm oradadır. Formaları tutuzulmaq üçün. Məsələn, burada biraz çox eləmişəm, saç az olur. Təpəyə çatanda, baxın. Burada biraz çoxalır, sonra alır. Burada da ara hissədə azalır. Bu qulaq hissəsində çoxalır, bir də burada çoxalır. İndi bu əlavə şeyləri pozayım. Burada azalma baş verir. Burada da əlavəni silək.
Baxın forma, uşaqlar bu formada. Su qatmanatımız. Əlavə xəttləri pozasaq, neytralı vursaq, şu işimizdən əlavə sadəcə konkret formada işıqları vurmaq. Gələn dərsi saxlayıram uşaqlar, çünki istəmirəm video uzun olsun, qısa konkret tez bazar baxın. Sabahları mən inşallah onun uzağı 6-cı günü atacağım onun işıqlanmasını. Bu kadar dostlar. Digər videolarda görüşənədək vaz keçməyin. Rəssamlıq zəhməti sevən sənətdir və uğur qazananlar da zaten vaz keçməyənlərdir. Uğurlar bir daha dəyərli tələbələrim.